Şikhshedir, Gambar Jafarov, Ulviya Jafarova, Bahadur Tahirbayev, Galagapı from ancient times to our days. Buyurun Ulviya Hanım. Of the growth of empire to the present day. It should be noted as this game, which is called Baduk in Korea, Iga in Japan, and Weiqi in China, was formed in Azerbaijan as Galagapı. The roots of Galagapı in Azerbaijan go back to ancient times. So the first written record of our game was found in the annals of Chinese rulers and during the dynasty. It is mentioned here that Yasemin's game was born. Who is this or that is this? The other of Chinese legends is already called Prince Wu. It is believed that the game was born widespread along the Great Silk Road. Keywords: game, Galagapı, hard writing, placement of stones. In ancient times, when our had just begun the lineage in cattle breeding, in spring they claimed the month's training to Yayla, summer, and autumn on the contrary. They went down to the valleys from Yayla. They neither built ferments house, plots of land with fences. Of course, even then, and the land not the same. There were plots with large grass and horse lawns as well. After that, conflicts over who would have their cattle graze on which side in the distant past between several clans. Ancient Turkic games has spread worldwide under the name Go, but in Japan, Go is called I Go, and in the countries those which this game come to Japan, Galagapı is far from I Go. In China, it's Weiqi. In Korea, it's Baduk. Some modern historians suggest that the game was invited by Central Asian mathematicians in the 3rd millennium BC and passed the China South India. Such an understanding of the game's goal of the nation, that such a goal existed among early players, indicate a limited understanding game and calls into question of the historical digressions.
Meanwhile, in modern Go, as well as in Vesi and Baduk, they play not but to capture territories, which in insult is now how for the bears of the European mentality. Is a higher level development in comparison with the primitive ideas of modern about the ancient ways of playing this game. However, the point of this game is quite different. Features more the understanding of the game, of course, lies much more profound. Galgapur was played in ancient time, and today it is not played to hunt stones, and not even the size or control territory. The essence of the game is in the section of vital space. A space that exists even before the start of the game, that is regardless of the players. Players can only use this space, deforming it for their own purposes. So why shouldn't we simple? Because for Regan, and do not mention the Turkish origin of Galagapa. Here are some facts. The first writer mention of our games was found in the annals of Chinese rose diving, the early Qin dynasty. The oldest of all manual for our games is recognized as a in the ancient Turkish language, made in Chinese. Other possibility is that Patish monkey brought the game to Japan sometimes before the beginning of our era, but it had not yet gained popularity. Later limitations were placed on the rules of the game, allowing commoners to play only with pebbles on unpledged. It was long held in Japan that only politicians needed to be familiar with the Galagapa. Features on playing Galagapa was not only permitted, but also for summer. They come to the relation that using force and factical far along would not be sent to win the war. For the first time, government assistance in the form of land and yearly nation of rice, together with a faith privilege, was given outstanding specialist. It is typical for the Japan's the theater as an art. And the end of the 19th century, under the pressure of European imperialism, the Japanese Academy of Galagapa, this was classified as an
of the federal system was closed. The Japanese played Aigo during World War II, despite the bombing. So, according to the testimony of the particle in the match for the Hennant title. Galagapu is one of the most dynamic board games. It keeps partners is suspense during the full game. Not only factions makes Galagapu a table means of education. The laser in the game is excessively masterful and creative. Galagapu is a unique means of communications. At the board, partners not only get to knowledge other, but also get to know themselves. In the course of the game, you the most hidden aspect the subjects of these acted and temperaments are regular. It is no subject most of use do not know ourselves well enough. In the game, it be lost the game so partner of a goal. Ülviye Hanım sesiniz kırık kırık gelir. Okay. Yaxşı gəlir indi səsim. Bəli, indi yaxşıdır, əladır. Not only factification makes Galagapu a suitable means of education. The loss in the game is excessively masterful and excessively greedy, active to romantic and person. Galagapu is a unique means of communication. At the board, partners not only get to know each other, but also get to know themselves. In the course of the game, the most hidden aspects of the person. Even the defeat of the Japanese empire in the Second World War did little the change. However, the ban on VC during the captural remote China from the world goes for many years as a potential revolt to Japan. Moreover, among other things, this is our game. It is in our historical memory, and we must be in the first position in the world. It is typical for the Japanese, the theater as an art. In the classical of the game, which was later done at that time, the principally of the person from harmony in the arrangement of stones for it is considered a source for a professional to play
ugly. Can we do it? Okay, I finished. I finished now. Thank you for your report. This is a very interesting report. If someone has questions for the speaker, Ulviye Hanım, you can speak them. You can ask them. Kimin sualı varsa buyurun, Ulviye Hanım cevap verecek. Bahadır Bey. I don't speak English. Ona göre de deməli Azərbaycanca bir iki dənə söz deyim. Buyurun. Bəli. Deməli söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu bizim oyunumuzdur və Ülviyə xanımla biz və Qəmbər müəllimlə aydın məsələdir ki, bir yerdə bunu bu məqalədə sübut eləmişik. İngilis dilini siz hamınız məndən yaxşı bilirsiniz və ona görə də istənilən sualı verə bilərsiniz. İstəsəz Ülviyə xanıma, istəsəz Qəmbər müəllimə, mən də biraz istirahət edeyim. Çox sağ olun. Çok sağ olun. Gar Bey, Nazim Bey, Frengiz Hanım buyurun. Sorularınızı verebilirsiniz. Şəmsiyə xanım, salam. Salam Göbək. Mən istərdim ki, Bahadır müəllim dedi, bu məqaləni biz yazmaqda, eyni zamanda bunu İngilis dilində səsləndirməkdə və bunun İngilis dilində çap olunmaqda bizim əsas bir məqsədimiz var ki, bu Qallaqapı bizim milli oyunumuz ola-ola, bunu başqa xalqlar bunu inkişaf elətdirib, özlərinə yiyələniblər. Amma biz hələ ki o formada bütün dünyada yayılmayıb ki, bu oyun kimin oyunudur? Hətta bəzi bizim öz Türklərimiz, öz Azərilərimiz deyirlər ki, bu Yapon oyunudur və yaxud Çin oyunudur. Nə bilim, onlar özləri demirlər ki, bu oyun bizim oyundur. Onlar deyirlər ki, o oyun bizə şərqdən gəlib, hardan onu qəbul edə bilmirlər. Biz isə ona görə biz istədik ki, bu İngilis dilində bütün dünya xalqları tərəfindən oxunulsun və bu haqda məlumatlar olsun. Mən deyərdim ki, həm bu oyunla yüksək dərəcəli idmançımız olan Bahadır müəllim 6-cı dan ustasıdır. Ülviyə xanım beynəlxalq dərəcəli hakimdir. Federasiyanın da mən bir rəhbəri kimi bunun dünya xalqları arasında bu oyunun tarixi haqqında məlumatı istərdik ki, bütün xalqlar qəbul etsin. Mən deyərdim ki, Şəmsiyə xanım tək özü yox, bütün ailəlikcə bu oyunla məşğul olurlar, bu oyundan xəbərləri var. Ona görə də bu oyun digər oyunlardan fərqli olaraq bu həm insan zəkasını inkişaf etdirən, yaddaşı inkişaf etdirən, təfəkkürü inkişaf etdirən, həyat fəlsəfəsini insanlara öyrədən bir oyun olaraq demək olar ki, bu hökm sürür. Mən bu haqda bunu demək istərdim. Qəmbər müəllim, nə deyirsiniz? Əlavə məlumat kimi Azərbaycan dilində. Əslində İngilis dilində çap olunsa ya digər dillərdə çap olunsa daha da yaxşıdır ki, belə deyək də promotion kimi hamı bilsin ki, bu oyun hardan gəlib. İngilis dilində olsa, ayrı dillərdə, beynəlxalq dillərində olsa lap yaxşı olacaq. Şəmsiyə xanım, icazə versəz, Buyurun Frengiz xanım, buyurun. Əvvəlcə Ülviyə xanıma təşəkkür
təşəkkür edirəm ki, yenə bizim bir yaralı yerimizə toxunub. Hansı ki, məsələn, bugün bu oyunun bizdə tarixi olsa da, bugün bu oyun nə qədər qadağa oxutum mən mən biraz alman dilliyəm, yəni xarici dil olaraq. Ona görə mən tez konferans məqalələrini tapdım, Ülviyə xanım. Onu Google Translate-lə tərcümə elədim, anladım ki, burada söhbət nədən gedir. Sizə təşəkkür edirəm. Bunu nəinki Şəmsiyə xanım demiş İngiliscə, bunu Rus dilində, bunu mümkündürsə elə Yapon, Çin dilinə, hər dildə tərcümə edib beynəlxalq konferanslara göndərmək lazımdır. Yəni, amma bizim çox xahiş eləyərdim ki, bizim konferanslar kitabında bunun Azərbaycan dilisi də olsun, Ruscası da olsun. Mümkün qədər. Çox maraqlı gəldi mənə. Təşəkkür edirəm. Əlbəttə. Yəni biz çox şey müəllifliyini yəni bugün sübut eləməmişik, eləyəcəyimi bilmirəm. Çox şey müəllifliyini yəni sübut eləməyə ehtiyac var. Amma bu oyunun Respublikada yenidən yayılması, yenidən yəni marağın artması, həm də beynəlxalq konferanslarda müxtəlif dillərdə çap olunması, göndərilməsi çox gözəl bir iş olardı. Alqışlayıram. Yəni, bu da bizim yaralı niskilimizdən biridir ki, yaxşı ki, siz ona toxunmusunuz. Siz onu üzərə çıxartmışsınız. Düzdür, çox böyük zəhmət çəkmişsiniz, elmi dilə tərcümə eləmişsiniz, amma bir neçə dildə olsun və öz dilimizdə də olsun, Ülviyə xanım, çox sevinərəm. Təşəkkür edirəm. Çox sağ olun. Dillərinizə görə çox sağ olun. Elə mən də razıyam. Nazim bəy? Mən də razıyam deyilənlərin hamısı ilə. Doğrudan da biz elə Türk tarixində biz çox şeyləri görünür doğrudan da unutmuşuq. Mənim bir necə deyirlər, yaralı yerimə də daha toxundu. Mənim özümün. Orasını deyim ki, məsələn nəyə görə? Bizim müzəkiyə vaxtında ermənilər indi bizim ərazidə olan xaçları zadı görsədib, o bizimdir deyib, özlərinə çıxmaq istəyirlər. Əslində biz özümüz onu ora itəliyirik. Firəngiz xanım düz dedi ki, bu bizim yaralı yerimizdir, bu biz bilməliyik, indidən açılmalıdır. Məsələn, bir şey də deyim ki, bizim dilimizdə keşiş sözü var. Bizim dilimizdə kilsə sözü var. Əgər bizim əvvəllər, biz Türklərin xaçpərəstləri olmasaydı, o söz bizdə yaranmazdı. Hansı dildə keşiş var, kilsə var. Deməli, bizim keşişimiz də olur, kilsəmiz də olur. Xaç sözü də elə bizim öz sözümüzdür. Qəribədir ki, indi biz xaçdan tamam əl çəkirik. Əslini, Kərəmin əslisini eləmişik erməni. O qara keşiş Türkdür əslində. Alban qızıdır, düzdür. Alban keşiş. Keşiş bizim, biz də onun adına da Alban qoymuşuq. Birisiz nətəri, onu da elə bir tərəfdən eləyiblər ki, göyə Albanlar heç Türk deyirlər. O da yəqin ki, adını qoyublar. Bizim dildə niyə danışırıq biz? Biz keşişimiz var ki, kilsəmiz olub və indi məsələ gör nə dərəcədə qəribədir ki, Xaçbulaq yaylağını xaç sözü var. Xoşbulaq eləyiblər. Çox əfsus. Çox əfsus. Tam doğrudur. O erməni, ala xaç səninkidir. Doğru. Bu nöqteyi nəzərdən siz çox böyük görmüsünüz. Bu qapınındakı elədir, doğrudan da bütün dillərə tərcümə edib, Azərbaycan dilinə də, Rus dilinə də, Çin dilinə də tərcümə edib yaymaq lazımdır ki, bilinsin ki, bunlar bizimdir. Və o bir çox böyük, məni sevindirici haldır ki, bizdə bir oyanış əmələ gəlib. Yavaş-yavaş artıq biz bunlara sahibləşirik ki, özümüzü göstərə bilirik. Buna görə də çox sağ olun. Çox böyük görürsünüz. Çox sağ olun. Çox sağ olun fikirlərinizə görə. Ülviyə xanım, mən də sizə təşəkkür edirəm. Bu İngilis dilində bunu təbliğ eləmək, dünyaya yaymaq həqiqətən də bizim olanlarımıza Türkün nəyi varsa ona yiyələnməyin
zamanı gəldiyini göstərir. Artıq bizim ətrafımızda gedən proseslər də buna zəmin yaradır ki, biz olanlarımızı təbliğ edək və dünyaya göstərək. Amma unutmaq lazım deyil ki, Azərbaycanın daxilində də bu işləri görmək lazımdır. Qəmbər müəllim qeyd etdiyi kimi, artıq Bədən Tərbiyə İnstitutunda bu haqda dərslər deyilir və təbliğ olunur. Olanlarımızı göstəririk özümüzə. İndi bunu orta məktəbdə hansı bir haldasa bizim dərsliklərimizə salmaq lazımdır. Lap kiçik siniflərdən. Sadəcə olaraq tutaq ki, biz şahmatı daha çox sevib təbliğ edirik. Bahadur müəllimin də qeyd etdiyi kimi şahmat əgərləri bir taktiki oyundursa, ancaq bu strategiya qurmaqdır, strateji bir oyundur və bu daha çox insanı inkişaf etdirə bilər. Ona görə də elə orta məktəblərimizdə də bu haqda düşünmək lazımdır ki, bunu özümüzdə də təbliğ edək və dünya tanıtmağımızda bu məqaləni bu şəkildə formalaşdırdığınıza görə təşəkkür edirəm. Çox yerindədir və düzgün atılmış addımdır. Çox sağ olun fikirlərinizə görə. Orta məktəb məsələsinə toxunmaq istəyirəm. Bizdə bəli, fən kimi Qalaqapı fənni hal-hazırda orta məktəbdə keçilmir. Lakin özəl məktəblərdə dərnək formasında bizim dərslərimiz keçirilir Qalaqapıdan. Bu üzrə də işlər görülür. İnşallah yaxın müddətdə nəticələr yaxşı olacaq, oyunçuların sayı artacaq və oyunçuların səviyyəsi daha yüksəyə qalxacaq inşallah. Amin. İnşallah. Çox sevinərik. Sağ olun. Çox sağ olun. Uşaqların da buna orta məktəb məsələn uşaqlarınla bu oyun üzrə mən işlədim bir neçə il müddətdə. Yəni onların marağı, çox marağı var və deyim ki, sizə qısa bir müddətdə də rahatlıqla mənimsəyə bilirlər. Çox maraq göstərdilər. Özəl məktəblərdə təbii ki, bu dövlət məktəblərində də olsa biz çox sevinərdik. İnşallah dövlət məktəblərində də bu fən kimi keçirilər. İnşallah başlanğıc var, deməli gələcəkdə burada ola bilər, ümid var. Allah kömək olsun. Məncə təbliğ etmək lazımdır. Çünki indi çox məktəbdə, dövlət məktəblərində məsələn şahmat dərsi keçirilir. Əlavə kimi, krujok kimi də belə deyək. Məsələn, Qalaqapını da təklif etmək olar. Təklif etmisinizmi? Mən bir neçə özəl məktəblə əlaqə saxlamışam. Sadəcə pandemiya dövrü ilə əlaqədar bu işlərimiz biraz ləngidir. Çünki bilirsiniz ki, onlayn dərs sistemini keçildi və onlar əlavə dərnək olaraq başqa bir fənni sala bilmədilər. İndi pandemiya dövrü artıq yekunlaşmaq üzrədir və get-gedə daha da yaxşılaşır və biz də məktəblərin sayını artırmaq istəyirik. Bu cür özəl məktəblərdə artıq onların dərnəklərdə belə bir fəaliyyətlər onlar üçün çox vacibdir. Yəni hər məktəb bilirsiniz ki, bir-biri ilə rəqabət aparır, özəl məktəblərdən gedir və onlar əsas dərnəkləri ilə qabağa gedirlər. Məsələn, bir məktəbdə neçə dərnək, bilirsiniz ki, günortaya qədər onlarda fənlər keçirilir. Günortadan sonra isə dərnəklər olur və artıq bunlar yeni şeylər axtarmağa başlayıblar. Yeni oyunlar, yeni idman növləri və bunlar mən belə düşünürəm ki, biz biraz maraqlansaq və inkişaf elətdirsək, onlara müraciət eləsək, bu oyunun da get-gedə keçirilmə yerləri artacaq. Bəs Nazirliyə müraciət etmisinizmi? Xeyr, Nazirliyə heç bir müraciət olmayıb. Yalnız özəl məktəblərlə əlaqə saxlanılıb, bir neçə məktəblə belə. Məncə dövlət məktəbinə də demək lazımdır. Dövlət məktəblərində də olmalıdır, təbii ki. Bunlarda da dərnəklər indi var. Həm Nazirlik özü təşkil edir. Olar, bəli, mümkündür. Bir məsələ var ki, valideynlərin çoxsu bilmir ki, bu nə oyundur və yəqin ki, üstünlük digər bir oyun növlərinə Mən məsələn,
dərnək üzrə, yəni bu fənn üzrə çalışanda bizdə valideyn iclasları təşkil olunurdu və bu oyunun mahiyyəti, yəni bu insanlara nə qazandırdığını, yəni bu təkcə bunu oyun kimi, yəni biz düşünmədik. İnsanın yaddaşını gücləndirir, məntiqini artırır, bilirsiniz ki. Yəni bu üzrə artıq valideynlərlə danışıq apardıqdan sonra, yəni bu uşaqların artıq yəni hiss olunur ki, yəni mahiyyətini əsas başa salmaq lazımdır ki, yəni bu adi elə belə bir oyun, vaxt keçirmək, yəni belə bir şey deyil. Yəni bunun mahiyyətini artıq valideynlər dərk edəndən sonra uşaqlarda da bu fərqi artıq mən hiss eləməyə başladım ki, onların da marağı daha da artdı, maraq göstərməyə başladılar. Düz deyirsiniz. Birinci valideynlərdən başlamaq lazımdır. Bəli, Doğru. valideynlər həvəsi olan artıq uşaqları da bu üzrə hazırlamağa başlayırlar, maraqlı olur onlar üçün. Bir Çox sağ olun əlavə Dilek xanım. Buyurun İlqar bəy. Deməli, bizdə mən indi Rusiyada yaşadığım üçün bilmirəm, uşaqlar üçün teleproqramlar ümumiyyətlə hazırlanırmı, çəkilirmi, hansısa bir o intellektual orada oyunlar keçirilirsə əgərləri, həmin o proqrama da müraciət etmək olar ki, o teleproqramlara ki, hansı ki, kütləvi surətdə baxılır Azərbaycanda və yaxud Türk dünyasında ümumiyyətlə çıxış edib bunu salmaq olar ki, Qalaqapı haqqında nəsə bir yaradıcı veriliş hazırlansın ki, bilsin ki, bizim gənclər, uşaqlar ki, nələr var. Ümumiyyətlə, valideynlər də yəqin ki, baxır həmin proqramlara. Bu layihə ilə bütün Türk ümumi dünyasına müraciət etmək olar, hansısa bir proqramlar yaratmaq olar ki, kütləviləşməsi üçün bu oyunun. Çünki bu bizimkidir. Özümüzünkünü qoruyub saxlamaq, ötürmək də bizim əsas qarşımızda duran məqsəd budur. Nə qədər populyar, kütləvi olsa, bir o qədər bizim üçün yararlıdır və xeyirlidir gələcəyimiz üçün. Çox sağ olun fikirlərinizə görə. Bu cür verilişlər artıq biz də başlamışıq bu cür verilişlərə qoşulmağa.